Bu ölkədə bir qadına 3 kişi ilə evlənməyə icazə verilir. İnsanları həyatda qalmaq üçün ölüm qalım savaşı verir. Həyatı mənalı və zövqlü edən bir çox detallar var. Demək olar ki, bütün insanlar həyatın müəyyən gözəlliklərinə heyranlıqla yanaşır və hər birinin bir məqsədi olur. Kimləri isə həyata insan mərkəzli yanaşanlardır. Onlar üçün həyatı mükəmməl edən ailə və mənəviyyatdır. Ailə və müqəddəs dəyərlər olmasa, həyat tamamilə boşluqdan ibarətdir və yaşamaq mənasız olur. Lakin burada yaşayan insanlar dünyanın ən çətin həyat şəraitinə qarşı mübarizə aparırlar və həyata möhkəm şəkildə bağlanıblar. Belə ki, ora dünyanın şimalındakı ən soyuq yaşayış məntəqəsidir. Ora elə zəhmətlidir ki, bir insanın həyatdan soyuda bilər. Ora içində olduğunuz coğrafiyaya şükr etməyinizə səbəb olacaq qədər fərqli bir planet kimidir. Söhbət bugünə qədər adını çox az eşitdiyiniz dünyanın ən böyük adası olan Qrenlandiyadan gedir.